الله لا إله إلا هو وعلى الله فليتوكل المؤمنون. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Allah'ın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Əziz və dəyərli Minbər TV izləyiciləri, bizləri izləyənlər, dəyər verənlər. Allah hamımızdan razı olsun. Rəbbimizə həmd olsun. Bu gün də yeni bir mövzu ilə, gözəl bir mövzu ilə qarşınızdayıq. Yenə xatırladım ki, Qur'anımızı tədqiq etməyə, Qur'anımızı anlamağa və anlatmağa çalışırıq. Keçən dərslərimizdə, keçən verilişlərimizdə olduğu kimi, bu gün də yenə uca kitabımız Qur'anın 15 əsr əvvəl bugünkü müasir elmə necə işıq tutduğundan bəhs etməyə çalışacaq. Bugünkü mövzumuz isə nədir? Atmosfer təzyiqi. Gəlin görək Quran-ı Kərimdə Allah Azza və Cəllə atmosfer təzyiqindən danışıbdırmı? Quran-ı Kərimdə bu haqda məlumat varmı? Keçən dərslərimizdə dediyimiz kimi, Uca Allah kafirlərin durumlarını fərqli şəkildə müqayisə etmişdir, bənzətmə etmişdir. Bəzən onların durumlarını keçən dərslərimizə, verilişlərimizə olduğu kimi okeanın dərinliyindəki dalğa üzərinə dalğa, qaranlıq üzərinə qaranlıq, zülmət üzərinə zülmət, onların əməllərini bu zülmətə bənzətmişdi. İmandan, İslamdan məhrum qalmalarını zülmətə, qaranlığa bənzətmişdi. Digər bir ayə baxdığımız zaman isə Uca Allah kafirlərin durumunu sanki səmaya yüksəlməkdə olan insan halına bənzədir ki, səmaya yüksələndə və o qeyd olunur ki, Quran-ı Kərimdə sanki o səmaya yüksələn bir insandır və onun yüksəlməklə, yüksəklikdəki atmosfer təzyiqi ilə və oksigen azlığı ilə sanki təngi nəfəs olmağa başlayır, nəfəs nəfəsə qalır və qəlbi daralır, nəfəs ala bilmir. Allah Azza və Cəllə Quran-ı Kərimdə Ənam surəsinin 125-ci ayəsində bu şəkildə bizə xəbər verməkdədir. Kafirlərin durumunu buna bənzətməkdədir. Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslam'a açar. Kimi haqq yoldan azdırmaq istəyərsə, göyə çıxırmış kimi, diqqət edin, göyə yüksəlirmiş kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar. Müasir elmi kəşflər yuxarı qalxdıqca havanın azaldığının, hava sıxlığının azaldığını, təzyiqin düşdüyünü və oksigen azaldığını daha bu yaxın dövrlərimizdə, yaxın əsrlərimizdə kəşf etmişlər, ortaya qoymuşlar. Buna görədir ki, insan yüksək qalxdıqca insan nəfəs alması çətinləşir, köksü, sinəsi daralır və sanki təngi nəfəs kimi olur. Ayəyə baxdığımız zaman ayənin ərəbcəsində bənzətmə ifadəsi yəssə'adu ifadəsi ilə Allah Azza və Cəllə bunu bizə xəbər vermişdir və hətta bu ifadənin tələffüzü, səslənməsi belə insanda bir təngi nəfəsi kimi olduğunu göstərir. Yəssə'adu, yəni insanın qəlbi daralır, sinəsi daralır, köksü daralır və nəfəs almaqda çətinlik çəkir. Əzizlərim, gəlin bir daha düşünək, bir daha təfəkkür edək, baxaq görək. Əziz Peyğəmbərimiz Aleyhissalatu vesselam 15 əsr bundan əvvəl bu Quran-ı Kərim nazil olanda, ona bu ilahi vəhiylər gələndə göyə mi yüksəlmişdi ki, bilsin ki, göyə yüksələn durumu necə olur? Təyyarəyə minmişdi, yoxsa dağı, yüksək dağların üstünə mi çıxmışdı? Halbuki bu Quran-ı Kərim nazil olan o coğrafiya, Ərəbistan yarımadasında nə böyük belə yüksək dağlar yox idi ki, əziz Peyğəmbərimiz çıxsın, ora bilsin, bunu görsün. Nə? Hər hansı bir şəkildə elə vasitə yox idi ki, onunla səmaya yüksəlsinlər insanlar. Hardan bilə bilərdi? Deməli, yenə sonda biz o qərara gəlirik ki, bəli, Quran-ı Kərim ilahi bir kitabdır, ilahi bir vəhidir, Allah Azza və Cəllə tərəfindən göndərilmişdir və bugünkü müasir elmə, müasir elmlərə bu şəkildə işıq tutur. Bəli, biz etiraf edirik ki, Quran-ı Kərim bir fizika kitabı deyil, astronomiya kitabı deyil, Quran-ı Kərim elmi bir kitab deyil, amma Quran-ı Kərim Allah Azza və Cəllənin kəlamı olduğuna görə təbii ki, orada fizikadan da, kimyadan da, biologiyadan da, anatomiyadan da ki, hansı ki biz keçən dərslərimizdə, verilişlərimizdə bəhs etmişdik insan yaradılışı, anatomiyadan. Ondan sonra insan nəslinin artmasından, necə artmasından, bitkilərin hamısından bəhs olmuşdur Quran-ı Kərimdə. Bəli, bir elmi kitab deyil, bir nəsihət kitabıdır, bir ibadət kitabıdır, Allahın bir mucizəsidir, insanlara əhkamlar qoyandır, bu Quran hüquq qoyandır, ədalət qoyandır. Təbii ki, amma bununla yanaşı, bəs qiyamətə qədər davam edəcək bir kitabdırsa, bəli, həm keçmişdən, həm bugündən, həm gələcəkdən xəbər verməlidir. Əcəb, bugündən xəbər vermirsə, necə bir möcüzəvi kitab ola bilərdi o? Bugündən xəbər verir, bəli.
keçmişdən xəbər verdiyi kimi bugündən də, bugünkü müasir elmlərdən də Quran-Kərim xəbər verməkdədir. Və sonda biz onu deyə bilirik ki, Rəbbimizə həmd olsun. Uca Allah bu Quranı bizlərə həm ağlımızı, həm məntiqimizi çalışdırmaq üçün də, təfəkkür etmək üçün də, düşünməmiz üçün də bu şəkildə nazil etmişdir. Gələn dərslərimizə yenə inşallah Quran-Kərimimizin araşdırılmasına, Quran-Kərimin izahına, Quran-Kərimin təhqiqinə nəzər salacağıq. İnşallah Allah nəsib edərsə, gələn dərslərdə, gələn verilişlərdə görüşərik. Allaha əmanət olun. Allahu la ilahe illa hu və aləllahi fəlyətəvəkkəlil mü'minun.